regionlardan köç dayanmır. Bakı və Abşeron. Bunun obyektiv səbəbləri də var. Biz həmişə bunun subyektiv səbəblərindən çox danışmışıq da, yəni iqtisadi fürsətlər yoxdur, nə bilim, rayonlarda qazanc azdır və s. və s. Ona görə insanlar pul dalıca Bakıya gəlir və bu normaldır da, yəni Bakı cəlbedicidir. Amma bunun obyektiv səbəbləri də var. Biz bu hökumət olaraq da, dövlət olaraq da, cəmiyyət olaraq da bu haqda düşünüb bir həll yolları tapmalıyıq ki, insanlar gənc nəsil, internet nəsli deyək, Z nəsli deyək, nə istəyirsiniz deyin adını qoyun. Onlar kənddə yaşamaq istəmir. Sadəcə istəmir. Və bu dünyada gedən trenddir. Məsələn, bu yaxınlarda mən maraqlı bir məqalə oxudum, Financial Times-da səhv eləmirəmsə. Siciliyada kəndlər var ki, simvolik olaraq 1 dollara satılır, 1 evroya satılır. Simvolikdir də o, yəni sadəcə bircə şərtləri var ki, gəl oraya investisiya qoy. Çünki cəmaət yoxdur da, gedib. Yoxdur. Yəni bütün dünyada, İtaliyada, Amerikada, hər yerdə var bu problem. İndi bizim problemin həlli yollarını fikirləşərkən bu məsələni, yəni bu obyektiv reallığı da işin içinə qatmalıyıq. Yəni biz gəncə elə şeylər təklif eləməliyik ki, regionda qalmaq üçün. Elə böyük qazanc imkanları, fürsətləri olmalıdır ki, o Bakıya gəlməkdənsə orada qalıb yaşamağa və pul qazanmağa üstünlük təşkil. Yəni fikirləşsin ki, mən illə 100 min qazanaram, Bakıya getsəm 10 min qazanacaq. Bax, bu qədər fərq olmalıdır yəni arada. Mən ildə 2 dəfə gedərəm, Avropada gəzərəm, Türkiyədə dincələrəm. O zaman onun bir stimulu yaranacaq orada qalmağa. Bundan əlavə, regionların iqtisadi fürsətlərin dar olması ilə yanaşı mədəni, sosial infrastruktur da zəif. O da təsir edir insanların Bakıya köç etməyinə. Yəni gənclərlə mən çox görüşürəm, çox sevirəm onlarla danışmağı regionlara gedəndə. Hətta işi gücü olanlar da var ki, məsələn, yüksək maaş alırlar, yəni bankda işləyir ya hansısa dövlət orqanlarında işləyir. 1500-2000 maaş alanlar var. Region üçün kifayət qədər yaxşı məbləğdir. Amma onların da arzusu budur ki, Bakıya dəyişsinlər işlərini. Deyirsən, niyə? Deyir, qardaş, 6-da iş bitir. Mən neyniyim? Teatr yox, kino yox, mədəni həyat yox, sosial həyat yox. Mən neyniyim? Nə qədər domino oynamaq olar çayxanada? Bu, ilk baxışdan bəlkə də gülməli gəlir, amma çox ciddi problemdir bu. Ciddi problem. Müasir insan öz mədəni həyatını haqqında da düşünür. Bakı belədir ki, heç bir pulu da yoxdursa, gənc gedir bulvara. Gedir bu başdan o başa gəzir, insanları görür, hava alır, özündən bir selfie çəkir, öz sosial şəbəkələrində yayır, özünü bir mədəni həyatın bir parçası kimi hiss edir. Rayonda neynəsin? Nə qədər olar ki, getsin, iş qutarsın, getsin, çayxanada otursun, domino oynasın, nerede oynasın, akşam saat 6'da 8'e 10'a kadar otursun orada, sonra da geçsin televizora baksın, yatsın. Yəni, bu həyat dəyişməlidir, bu həyat tərzi dəyişməlidir. Rayonlar cəlbedici olmalıdır, regionlar. Diskusyon klublar olmalıdır, mədəni obyektlər olmalıdır, teatr olmalıdır, kino olmalıdır, opera olmalıdır, balet olmalıdır.